Fürsət tədris metodu uşağın öz təşəbbüsü ilə başlayan, müəllim və ya valideyn tərəfindən davam etdirilən tədris metodudur. Bu metod uşağın maraq göstərdiyi obyekt və fəaliyyət üzərində qurulur. Fürsət tədris metodunun üstünlüyü odur ki, təbii və real mühitdə öyrənmə təmin olunur. Uşağın motivasiyası yüksək olur. Dil və ünsiyyət bacarıqları inkişaf edir. Fürsət tədris metodunun əsas prinsipləri ondan ibarətdir ki, tədris uşağın diqqətini çəkən fəaliyyət və obyekt üzərində qurulur. Öyrənmə xüsusi dərs otağı ilə məhdudlaşmır. Evdə, bağçada, oyun məkanında da həyata keçirilir. Uşaq ünsiyyətə başladıqda və ya nəyisə istədikdə tədris prosesi aktivləşir. Mənə ver. Mənə ver. Sən bunu istəyirsən? Yaxşı. Al. Ver. Mənə ver. Ver. Mənə ver. Mənə ver. Mənə ver. Yaxşı. Ver. Sən bunu istəyirsən. Mənə ver. Mənə ver. Müəllim uşağın cavabını daha inkişaf etmiş formaya yönləndirir. Doğru davranış dərhal müsbət nəticə ilə, yəni istədiyi əşyanın verilməsi ilə möhkəmləndirilir. Fürsət tədris metodunun tətbiq mərhələləri bunlardır. İlk öncə uşağın diqqətini cəlb edən mühit yaradılır. Daha sonra müəllim uşaqdan istəyin gəlməsini gözləyir. Uşaq ya göstərərək, ya da sözlü şəkildə istəyini ifadə edir. Müəllim uşağın nitq imkanlarını nəzərə alaraq ya bir sözlə, ya da bir neçə sözlə istəyini bildirir. Uşaq istəyini düzgün şəkildə bildirdikdə həmin əşya uşağa verilir. Bütün simvollarını qazandın. Təbrik edirəm. Sən də sağ ol. Nailə, mən çəhrayı oyuncaq şəklinə baxmaq istəyirəm. Nailə, mən çəhrayı oyuncaq şəklinə baxmaq istəyirəm. Nailə, mən çəhrayı oyuncaq şəklinə baxmaq istəyirəm. Yaxşı. Fatimə, çəhrayı oyuncaq açdım, baxa bilərsən.